Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Möhtəşəm bir mənzillə qarşınızdayıq. Şəhərin mərkəz istiqamətində hal-hazırda satışda olan ən ideal təmirdə, ən gözəl və keyfiyyətli bir mənzili təqdim edəcəyik sizə. Hal-hazırda bu ölçüdə, bu təmirdən gözəl və bu təmirdən əla təmir edilmiş bu qiymətə ikinci bir mənzil tapa bilməzsiniz. Həqiqətən mənzilə baxış keçirdiyiniz zaman şahid olacaqsınız dediyimiz sözlərə. Mənzilimiz 191 kvadrat ölçüdədir. Tam 4 otaqlı bir mənzildir və tam əşya və texnika ilə Avropa istehsalı firmaların, brend firmaların əşya və texnikaları ilə təchiz edilmiş bir mənzildir. Qış parkının yanında Malibu Rezidence'də 16 mərtəbəli rezidens binanın 9-cu mərtəbəsində yerləşir. Xol hissədə hal-hazırda xol boyu lazer kəsim, waterjet kəsim qranit isti döşəməni görürsünüz. Əla tekstura ilə tərtib edilib. Kifayət qədər geniş ölçülü bir xol hissəsi var. Giriş qapımız, giriş qapısından girdikdə giriş qapısı ilə üzbəüz belə bir dresuar və olduqca gözəl teksturalı bir radajlı güzgüdən istifadə edilib. Giriş qapısından sağ istiqamətdə belə bir tam boy qardirob mebeli yığılıb, hansı ki tam olaraq tavanı əhatə eləyir. MDF boya materialdan olduqca gözəl tekstura çıxarılıb ortaya. 5 qapılı bir qardirob mebelidir. Daha sonra burada mənzilin texniki otağı yerləşir, həm də cam aşırxana otağıdır. Burada paltar yuyan və paltar qurudan yerləşdirilib. Burada mənzilin uşaq yataq otağı yerləşir. Daha sonra mətbəx hissədir. Bu gördüyünüz qapı mətbəxə daxil ola bilirsiniz. Bu böyük ölçülü qapı birbaşa qonaq otağına daxil olur. 50 kvadrat ölçüyə yaxın bir qonaq otağı var. Burada mənzilin əsas yataq otağı yerləşir. Daxilində ayrıca olaraq sanuzellə birlikdə master bedroomdur məhz ora. Burada ikinci böyük yataq otağı yerləşir. Burada mənzilin ümumi sanuzeli, burada isə qonaq sanuzeli yerləşir. İlk öncə başlayaq qonaq otağından, ardınca bütün məlumatları təqdim eləməyə çalışacağam sizə. Xol boyu əla teksturalı əl işləridir. Bunlar gipsdən və faskalı güzgülərdən, bura işıqlandırmalardan, tavan işıqlanmada isə lüstr, spot və gizli işıqlardan olduqca gözəl istifadə edilib. Divarlar divar kağızı və ya sadə emulsiya deyil. Dekorativ boya növü olan, venetsiyanka növü olan məxməri teksturalardan istifadə edilib. Qonaq otağında da həmçinin gözəlliyini görürsünüz, qonaq otağının genişliyini görürsünüz. Tam əşya tərtibatını görürsünüz. Türkiyə istehsalı brend firmalara aid yumuşaq mebel dəsti yerləşdirilib. İkili jurnaldən istifadə edilib. Həm divanın qabağında, həm kresloların yanında belə bir mərmər tekstura ilə, bu da rəssam işidir. Mərmər tekstura ilə belə bir dekorativ hissə yaradılıb. Məhz kreslolar bura oturdulub. Əlavə olaraq burada Rigger girinti var idi. Bu girintini məhz belə dekorativ şkafla olduqca gözəl bəzəyiblər. Bu şkaf güzgü qapılarla, şüşə qapılarla əhatələnib. Hansı ki, işığını yandırdıqda daxili görünür, işığı sönülü olduqda isə daxilini görə bilmirsiniz. Yəni güzgü effekti verir. Dəbdəbəli qavqacaq dəstlərinizi məhz burada yerləşdirə bilərsiniz. Malayziya istehsalı olan belə bir 8 nəfərlik bir yemək masası yerləşdirilib. Hansı ki, bu masanı rahatlıqla bu sayı 10-12 nəfərə rahatlıqla çıxara bilərsiniz. Hətta daha böyük ölçülü 14-16 nəfərlik belə yemək masası bu hissəyə rahatlıqla yerləşdirə bilərsiniz. Yemək masası üzəri ayrı lüstr, mərkəz lüstru isə ayrı olaraq tərtib edilib. Bu kompleksin əsas üstünlüyündən biri bütün otaqlarda vitraj pəncərələrlə əhatələnməsidir. Qonaq otağında da 3 pəncərə var. Məhz pultla idarə olunur bunlar. İndi mən mənzili göstərdikcə artıq bu günlüklərimiz qalxır yuxarı və panoram ilə tanış eləyəcəm. 9-cu mərtəbədir, qarşısı açıq, gün düşən bir mənzildir. Kifayət qədər ideal bir baxış açısı var, baxış bucağı var, belə deyək. Divandan bəhs edeyim, böyük ölçülü bir yumuşaq mebel dəsti olduğunu görürsünüz. Olduqca keyfiyyətli, bir daha qeyd edirəm, limitli sayda buraxılan bir dəstlərdəndir. Mənzilə baxış keçirdiyiniz zaman firma və digər məlumatlarını sizə təqdim eləyəcəm. Belə bir gözəl görünüşlü tvistdən tərtib edilib. Yenə burada da MDF boya teksturalardan, 3 bucaq faskalı güzgülərdən, həm qapalı, həm açıq şkaflardan istifadə edilib. TV altlığı da gizli işıqla əla bəzədilib. Gördüyünüz kimi artıq günlüklərimiz tam olaraq yuxarı qalxdı və qarşı açıqlığını görürsünüz. Hər 3 pəncərədən şəhərə möhtəşəm panorama açılır. Təqdim edeyim bunu sizə.
Belə bir mərmər sütunumuz da var burada. Hansı ki binanın beton pərdəliyidir bu. Beton sütunudur. Onu da əla bəzəyiblər ümumi teksturaya uyğun. Vitraj pəncərədir. Lodza tipli balkonlar var. Qonaq otağında bütün pəncərələrin qarşısında və pəncərələrin bu sütunun arxasında da belə bir dekorativ hissə var. Buranı həm içkilik kimi tərtib edə bilərsiniz, həm kitablıq kimi, həm də hal-hazırda gördüyünüz kimi suvenirlərlə doldurulub bu hissə. İstəyə uyğun, öz şəxsi istəyinizə uyğun tərtib edə bilərsiniz buranı. Bir başqa mənzillərdə biz həmişə danışmağa, belə deyək, məlumat mövzu tapmırıq. Çünki evlərdə çox sadəlik olur, təmirlərdə çox sadəlik olur. Lakin bu mənzildə isə kifayət qədər danışacaq və izah edəcək nüanslar var. Bunların hamısını vurğulamağa çalışıram. Lakin vaxtınızı aldığımı düşünürəm. Ona görə hər şeyi xırda-xırda vurğulamıram. Divar dekorlarını görürsünüz, ümumi konseptə uyğun, xolun konseptinə uyğun. Döşəmədən bəhs edeyim. Xol boyu qranitli döşəmədən istifadə edilmişdi. Otaqlarda isə əla növ, Avropa istehsalı əla növ parketdən istifadə edilib. Palıd parketdir və Amerikan yolkası teksturada olduqca gözəl yaraşır bu 50 kvadratlıq qonaq otağına. İndi isə mətbəxə təqdim edəcəm sizə. Keçək mətbəxə. Qonaq otağının yanında yerləşməsi əsas üstünlüyündən biridir. Mətbəxdə də yenə həmən ümumi üslub, ümumi tekstura, xol qranit teksturası burada da davam elətdirilib. Belə bir böyük ölçülü, tam boy bir mətbəx mebeli yerləşdirilib. Bu binanın üstünlüyü, bir əsas üstünlüyü də mənzillərin ümumi hündürlüyünün kifayət qədər böyük olmasıdır. Hal-hazırda faktiki hündürlük 3 metr 30 santıdır. Bir texnika balkonu var mətbəxin. Kollektor sistemi, kombi sistemi və digər texnika avadanlıqlar məhz orada yerləşdirilib. Belə bir mətbəx mebelinə əlavə olaraq belə bir dekorativ bir şkaf da sağ istiqamətdə əla tərtib edilib. Yemək masası yerləşən hissə, belə bir möhtəşəm bir yemək masası var. 4 nəfərlik quraşdırılıb və bu hissədə braşıqlandırmalar, daraq və güclü tekstura ilə əla bəzədilib. Qumlu teksturadan istifadə edilib mətbəxdə. Burada isə mətbəx mebelindən də bəhs edeyim. Tam texnika ilə təchiz edilmiş vəziyyətdədir. 4 qapılı, boş markalı bir qara rəngdə bir soyuducu. Kifayət qədər baha qiymətədir bu. Boş markalı mikrovalnovka, boş markalı soba. Əlavə olaraq qabyan burada yerləşdirilib. Hotpoint markalı bir qabyan, gizli qabyandan istifadə edilib. İtaliya istehsalı qaz və aspirator quraşdırılıb. Hətta TV-sinə qədər yerləşdirilib mətbəx mebelində. Üzəri karyanla işlənib. Adi süni mərmərlərdən deyil, karyanla işlənib. Kifayət qədər bahalı qiymətə. Belə kifayət qədər genişliyi var mətbəxində gördüyünüz kimi. Əsas yataq otaqlarına keçməzdən öncə texnika otağı da təqdim edeyim sizə. Sonra yataq otaqlarına keçək. Yenə burada da keyfiyyət və hər şey funksionallığı rahatlıqla görürük. Texnika otaqda boş markalı bir paltar qurudan və boş markalı bir paltar yuyan yerləşdirilib. Əlavə saxlanış yerləri var. Sağ istiqamətdə də yenə bu liger girintini əla saxlanış yeri ilə işıqla tərtib ediblər. Olduqca gözəl yaraşır. Hər şey ən xırda detalına qədər mənzildə hər şey düşünülmüş vəziyyətdədir. Əlavə bir nəyinsə alınmağına heç nə ehtiyac yoxdur. Birbaşa şəxsi əşyalarınızı götürüb mənzilə yerləşə bilərsiniz və mənzilin uşaq yataq otağı. Yenə burada da ümumi üslub, ümumi memarlıq üslubu burada da davam edir, dizayn üslubu olaraq və belə bir ikili yataq dəsti, kifayət qədər böyük ölçülü uşaq yataqlarıdır, böyük ölçülü tumba mərkəzdə. Maraqlı bir yataq arxalığı tərtib edilib və uşaq otağına aid qardirob mebeli 3 qapı ilə burada əhatələnib, sirmələrinə qədər qoyulub, hər şey düşünülüb. Bir daha qeyd edirəm, onu deməmişdim, bütün otaqlarda multisistemlə kondisioner sistemi var və bütün otaqlarda kondisioner quraşdırılmış vəziyyətdədir. Əlavə olaraq uşaq otağında 2 uşağın rahatlıqla istifadəsi üçün, hər ikisi üçün olduqca rahat və geniş mebellər, funksional mebellər tərtib edilib. Bu mebel məhz make-up kimi
nəzərə alınıb və yerləşdirilib. İkili güzgüdən istifadə edilib gördüyünüz kimi. Əla qumlu gizli işıqla bəzədilib. Burada isə yazı masası nəzərə alınıb. Yenə burada da şkaf və saxlanış yerləri var. Yəni evdə əlavə əşyalarınızı yerləşdirmək üçün kifayət qədər şkaf sayı nəzərə alınıb. Bütün otaqlarda. Yenə burada da Samsung markalı TV-yə qədər quraşdırılmış vəziyyətdədir. Qonaq otağı, mətbəx və uşaq otağında. İndi isə növbə ilə davam edirəm. Əsas yataq otağına keçək. Hər bir otaqda gözəl aura qarşılayır insanı. Hər otağın öz aurası var. Olduqca da gözəl tərtib edilib, hər şey düşünülüb, ideal da dekor edilib. Yenə burada da evin ümumi mərmər tekstura qonaq otağında da görmüşdük və bu yataq otağında da təkrarlanır. Və arxalar isə travertin işləmədir. Yaxından göstərim bunu sizə. Olduqca gözəl yaraşıb yataq başlığı hissəyə və 2 ədəd bura işıqlandırmalar lüstra uyğun. Eyni buralardan istifadə edilib böyük ölçülü və belə bir nəhəng yataq dəsti. Gömmə qardiropla birlikdə 4 qapılı bir qardirop mebeli tam boy ölçüdə tavana qədər yığılıb. TV yerləşiminə qədər nəzərə alınıb. Belə deyək, make-upına qədər böyük ölçülü bir make-up. Gizli işıqlı güzgüsü tam boy quraşdırılıb. Yenə burada da vitraj pəncərə var və locca tipli balkonu var yataq otağının. Qardirop mebelinin kənar hissəsində isə belə bir otağa girdikdə darlıq yaranmasın deyə belə bir şüşəli yan korpusdan da dəyərləndirilib, belə deyək, əlavə saxlanış yeri olaraq suvenir və yaxud kitablıq kimi istifadə edə bilərsiniz buranı. Və bu otağın sanuzeli olduqca gözəl tərtib edilib. Otaqlarda olduğu kimi sanuzeldə də tam funksionallığın şahidi olacaqsınız. Belə bir böyük ölçülü moydadır, güzgüsü quraşdırılıb. Koreyan üzlüklü bir moydadır, gömmə unitaz üzəri nişa gizli işıqla tərtib edilib. Üzərində isə yenə saxlanış yeri nəzərə alınıb. Texniki hissə kimi istifadə edə bilərsiniz oranı və duş aksesuarları, divarçı duş aksesuarlarından istifadə edilib. Geniş ölçülü bir duş kabin quraşdırılıb. Eza markalı aksesuarlardan, orijinal Türkiyə istehsalı aksesuarlardan istifadə edilib. Üçüncü yataq otağına keçməzdən öncə qonaq sanuzelini təqdim edeyim sizə. Əla teksturalı qranitləri var. Yenə burada da tam sanuzel tərtibatını görürsünüz. Heç nə əsirgənilməyib mənzildə. Burada da yenə əla nişalar olduqca gözəl yaraşır sanuzelə. Və mənzilin ən gözəl əsas sanuzeli, ən böyük ölçülü sanuzeli. Moydadırın böyüklüyünü görürsünüz. Yenə burada da Koreyan moydadırdan istifadə edilib. 2 mərtəbə sirmələr və boşluqları ilə birlikdə əla dekor edilib. Gizli işıqlı güzgüləri, su şulkası, künc bir duş kabin, unitaz yerləşimi yenə var sol tərəfdə və üzərində texniki hissə var. Kifayət qədər dərinliyi var bu şkafların. Yəni baxış keçirdiyiniz zaman şahid olacaqsınız. Tavanda isə sanuzelə uyğun qumlu teksturadan istifadə edilib. Spot və lüstr işıqlanmanı görürsünüz. İndi isə keçək mənzilin sonuncu, üçüncü yataq otağına. Genişliyini bilən şahid ol. Genişliyinə baxın bu otağın. Yenə burada da tam əşraf planlaması həyata keçirilib. Belə bir gözəl bir make-up yerləşdirilib. Böyük ölçülü bir yataq dəsti, yataq üzəri əla dekorativ panellərlə, gips panellərlə əla işlənib. Tumba üzərlərdə yenə həmçinin membran panellər və gömmə bir qardirop mebeli, tam boy ölçüdə böyük ölçülü bir qardirop və TV altlığına qədər hər şey nəzərə alınıb. Əlavə olaraq bu otaqda iş masasının da yeri nəzərə alınıb. İstəyə uyğun həm buradan həyata keçirə bilərsiniz. Və belə bu eksklüziv mənzili sizə reklamlaç olaraq təqdim elədik. İlk və tək bizim kanalımızda görürsünüz bu mənzili və bu mənzilimizin məlumatlarını bir daha xatırladım sizə. Şəhərin mərkəz istiqaməti Qış Parkının yanı Malibu Rezidence'də 16 mərtəbəli premium binanın 9-cu mərtəbəsində, hansı ki geniş həyət yanı sahəsi, yeraltı 3 mərtəbə avtoparkinq olan bir premium binadır.
və qış parkının yanında yerləşir. Bir daha qeyd edirəm. 9-cu mərtəbə 191 kvadrat ölçü, sənəd çıxarış, yəni kupça, ipotekaya yararlı müştərilər də müraciət edə bilər, ipoteka düşünən müştərilər də. Tam əşya və texnika tərtibatı, sadəcə öz geyimlərinizi, şəxsi əşyalarınızı yerləşdirmək qalıb mənzilə. Qalan hər bir şey mənzildə var və tam olaraq funksionallıqla nəzərə alınıb və yerləşdirilib. Bu mənzilimizə start olaraq təyin edilən qiymət 920 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, Reka Əmlak.